سواء منكم من أسر القول ومن جهر به ومن هو مستخف بالليل وسارب بالنهار. Möhtərəm müsəlmanlar, ən birinci təqvalı olmaqda çağırıram. Və tarix, ümumiyyətlə, xüsusən də İslam tarixi dahi şəxsiyyətlərlə doludur. O şəxsiyyətlər o tarixi gözəlləşdiriblər. O tarixin gözəlliyidir. Və biz gərək hərdən dönək öz tariximizə baxaq. O ibrət alaq onlardan. O tarixi öyrənmək sənin gələcək həyatında və ya gələcək həyatın üçün çoxlu dərslər var. Göstərir sən necə hərəkət eləmək və s. Və nəfsəl insanlar tarixdə peyğəmbərlərdir. Biz görürük olan həyatın, olan dində, dəvət üçün necə çalışmaqların və sonra sahabələrdir, peyğəmbərlərdən sonra. Ən əfsəl insanlar peyğəmbərlərdən sonra sahabələrdir. Yəni olan sahabələri. Necə ki bizim peyğəmbər sallallahu aleyhi ve sellem bütün peyğəmbərlərin içində ən əfsəlidir. Həmçin sahabələri də bütün peyğəmbərlərin içində, bütün peyğəmbərin sahabələrindən ən əfsəl sahabələrdir. Allah subhanət hələ onlardan razıdır. Allah subhanət hələ buyurur: وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنصَارِ وَالَّذِينَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي تَحْتَهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ. Tövbə surəsi 100-cü ayə. Allah subhanət hələ bu ayədə mühacir xüsusən və ənsarları və xüsusən də əvvəl İslamı qəbul edənləri tərif edir. Və sonra buyurur ki, Allah onlardan razıdır. Onlar da Allahdan razıdır. Allah razı olduğuna görə Allah subhanət hələ onlar üçün cənnət hazırlayıb. Hansı ki, altından çaylar axan. Və o ən gözəl, ən əzəmətli nəcat tapmaqdır. Onun üçün Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, necə Allah Teala peyğəmbərləri seçir, həmçinin onun üçün sahabələri də seçir. Və mənim üçün də sahabələr seçib, onların bəzilərini vəzir qoyub və bəzilərini mənə ənsar, yəni kömək edən və bəziləri sahabi qoyub mənim üçün. Və kim onları söysə, Allahın, mələklərin və bütün insanların lənəti onun üzərində olsun. Tabarani rivayət edib. Və Allah subhanət hələ hədisin axırında buyurur ki, Allah subhanət hələ onlardan heç nə qəbul etməyəcək. Yəni sahabini söyəndən. Və sahabi, Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələri, sahabi o sayılır ki, kim Peyğəmbər salsı görüb və iman gətirib o cürdə ölüb. Onların xüsusi sifətləri çoxdur, gözəl sifətləri. Lakin istəyirik birindən sizə danışaq. O vaxt ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Məkkədə gəldi, bəhs etdi. İnsanlar onu qəbul etmədilər. Və ən dəhşətli düşmən də olar, onun üçün həm müşriklər idi, həmçinin yahudilər. Allah subhanət hələ buyurur ki, yahudlar barədə وَلَتَجِدَنَّ أَشَدَّ النَّاسِ عَدَاوَةً لِلَّذِينَ آمَنُوا الْيَهُودُ وَالَّذِينَ أَشْرَكُوا Əl-Əyə. Allah subhanət hələ bu ayədə buyurur ki, yahudilərlə ən şiddətli düşmən görməzsən iman əhlindən. Həmçinin müşriklərdən. Ona görə, hətta Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, əgər yahudilərdən 10 nəfər İslamı qəbul etsə, artıq hamısı qəbul edər. Buxari Müslim rivayət edib. Və bəli, onlardan İslamı qəbul edənlər olub. Hətta sahabələrdən var idi, bəzilər yahudi idi. Onlardan biri Abdullah ibn Səlam idi. Abdullah ibn Səlam şərəfli sahabələrdən, sahabələrin alimlərindən, həmçinin cənnətlə müjdələnən sahabələrdən biri idi. Özü Rahim radiyallahu anhu Bəni Qaynuqa qəbiləsindən idi.
və Bəni Qeynuqa qəbiləsində seyyid idi və alimləri idi və ən şərəfli adamları idi. Və radiyallahu anhu Yusuf aleyhissalamın nəslindən idi. Və o vaxt eşidir ki, radiyallahu anhu ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Mədinəyə gəlir. Deyir ki, çıxdım qarşılamağa, baxmağa ona, görün kimdir. Deyir, gördüm onu. Lakin gördüm ki, ona baxdım, dedim, yox, bu yalancı deyil. Çünki insan yaxşı olanda yaxşılığa tanıyır. Yaxşılığa tanımaq üçün gərək yaxşı olasan. Deyir, gördüm onun sifətinə baxdım, gördüm, yalancı deyil. Və deyir, nə deyirdi Peyğəmbər salsın? Buyururdu ki, ey insanlar, salamı yayın və ac olana yemək verin və qohumlarla əlaqəni sıx bağlayın, əlaqə saxlayın və gecə vaxtı, cəmaat yatan vaxtı namaz qılın və bu cür salamat cənnətə daxil olun. Salam ilə. Əhməd, Tirmizi və İbn Məcə rivayət edib. Və radiyallahu anhu deyir ki, gördüm Peyğəmbər sallallahu aleyhi ve selləmi, gördüm ki, yox, bu yalancı deyil. Və lakin, istədim ki, ondan bir-iki dənə sual soruşum. Dedim, bu sualların cavabını ancaq Peyğəmbər bilər. Və dedi, yaxınlaşdım, dedim, ya Rasulallah, ya Peyğəmbər, 3 dənə sual var. Dedi ki, Peyğəmbər salsın, dedi ki, buyur. Dedi ki, ən birinci qiyamətin əlaməti nədir? Onu soruşmaq istəyirəm səndən. Və cənnət əhli ən birinci yeməyi nədir? Və bir də uşaq hansı səbəblərə görə oxşayır atasına və ya anasına? Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Cəbrail gəldiyi amma dedi mənə o cavabları. Dedi ki, ən birinci qiyamətin əlaməti məğribdən odun çıxmağıdır və insanları yığıb hamısı məşqə tərəf qovmağıdır. Amma cənnət əhlinin ən birinci yeməyi balinanın ciyəridir. Amma uşağın oxşamağı isə kişinin və ya qadının, yəni kişinin və ya qadının hansının mənisinin tez gəlməyidir. Və bu vaxt Abdullah ibn Salam radiyallahu anh dedi ki, əşhədu ən la ilahe illallah və əşhədu ənə Muhammedən Rasulullah. Və bu sahabinin adı Hüseyin idi, Husayn. Ola ki, Peyğəmbər salsın eşidəndə dedi, adı dəyiş və Peyğəmbər sallallahu aleyhi ve sellem adına Abdullah qoydu. Və lakin Abdullah ibn Salam radiyallahu anhu dedi ki, mənim qövmüm arasında mən müəyyən bir yer tuturam. Ona görə gedək, mənim İslamımı sən diginə, bəlkə səbəb oldu İslama gəldilər. Və Peyğəmbər salsın gedir qövmünün yanına, dedi ki, Husayn ibn Salam, yəni Abdullah ibn Salam'ı tanıyırsınız. Onlar dedilər ki, bəli, tanıyırıq, o filan kəsdir, o bizim seyyidimizdir, o bizim alimimizdir və s. və s. Başladılar tərifləməyə. Rasul salsın dedi ki, əgər desəm ki, o İslamı qəbul edib, nə edərsiniz? Dedi ki, yox, İslamı qəbul eləməz, əuzubillah və s. və s. Heç vaxt İslamı qəbul eləməz hələ adam. Və bu vaxt Abdullah ibn Salam radiyallahu anhu çıxır və deyir ki, əşhədu ən la ilahe illallah və əşhədu ənə Muhammedən Rasulullah. Və bunlar görürlər ki, alınmadı, yəni inatkarlıqları, təkəbbürlüləri və deyirlər, cahil, savadsız və seyyid olmayan və s. və s. və cəmiyyətdə ən aşağı yer tutan və s. başladılar Abdullah ibn Salam'a ittiham eləməyə. İnatkarlıqlarından. Və Allah subhanət hələ buyurur ki, Qul ərəeytum in kənə min indillahi və kəfartum bihi və şəhidə şəhidun min bəni İsrailə alə misli fəəmənə və stəkbartum ələ əyə. Əhqaf surəsi 10-cu ayə. Allah subhanət hələ buyurur ki, görürsünüz, əgər o vaxt ki, biləndə ki, Allah Teala yanındandır, siz küfür etdiniz, yəni qəbul etmədiniz. Və sizin özünüzdən, yəni bəni İsrail övladlarından biri şahid də oldu buna. Və iman da yetirdi, və lakin siz təkəbbürlüyünüzdən qəbul etmədiniz. Abdullah ibn Salamın radiyallahu anh fəzilətləri çoxdur, möhtərəm müsəlmanlar. Ən birinci cənnətlə müjdələnib. Sa'd ibn Əbu Vakkas deyir ki, radiyallahu anhum, bir gün gəldim Peyğəmbər sallallahu aleyhi ve sellem gördüm çörək yiyir.
Və mən də oturdum, yedim və lakin çörəkdən bir parça qaldı. Və dedi ki, indi bu qapıdan kim girsə bu çörək isə o cənnət əhlindəndir, şahid ol. Və Sa'd ibn Əbu Vakkas deyir ki, qardaşım dastamaz alırdı, Umeyr. Dedim ki, o girəcək inşallah. Lakin gördük ki, Abdullah ibn Səlam girdi. Və Peyğəmbər, hətta sahabələr deyirdilər ki, kim əgər cənnət əhlini görmək istəyirsə, Abdullah ibn Səlama baxsın. Həmçinin başqa hədisdə buyurulur ki, bir gün Abdullah ibn Səlam barədə, həmçinin Abdullah ibn Səlam barədə, yəni onun sifətlərindən, onun fəzilətlərindən öz nəfsinlə cihad edirdi, təkəbbürlüyə qarşı. Və bir gün deyir ki, bazarda gördük ki, əynində təmiz olmayan paltar və ya köhnə paltar. Dedi ki, ya Abdullah ibn Səlam, sən axı imkanın var, nə səbəbə görə belə geyinmirsən? Dedi ki, təkəbbürlü ilə mübarizə aparan. Təkəbbürlü ilə. Çünki Peyğəmbər salsın eşitdim ki, deyir ki, kimin qəlbində zərrəcən təkəbbürlü olsa cənnətə daxil olmayacaq. Özünə mücahid eləyir, nəfsi ilə. Həmçinin radiyallahu anhu alimlərdən biriydi sahabələrin arasında. Muaz ibn Cəbəl radiyallahu anhu deyir ki, ölən vaxtı radiyallahu anhu deyir ki, görürlər ki, heyfslənib. Deyirlər, nə üçün heyfslənirsən? Deyir ki, o da elm qaldı hələ, mən öyrənmədim. Heyfslənəm ondan. O da elm var idi, mən onu öyrənə bilmədim. Və deyir ki, 4 nəfərdən elm öyrənin. Gedin onların yanında oturun, elm alın. Və dedilər ki, kimlərdir? Dedi ki, Əbu Darda və Salman Farisi və İbn Mas'ud və Abdullah ibn Səlam radiyallahu anhum. Çünki Muaz ibn Cəbəl deyir ki, eşitdim ki, cənnətlə müjdələnlərdən biridir. Hətta Mücahid Rahiməhullah ibn Abbasın tələbəsi deyir ki, Allah subhanət hələ o vaxt ki, buyuranda ki, və mənə indəhu ilmul kitab, kitab elmi kimdədir? O vaxt deyəndə dedi ki, təfsirində Mücahid deyir ki, Abdullah ibn Səlamın yanında. Və həmçinin mərd idi mühtərəm müsəlmanlar. O vaxt ki, xavariclər Osman radiyallahu anhu mühasiri almışdılar. Və Abdullah ibn Səlam radiyallahu anhu gəldi, çıxdı olan qarşısına və dedi ki, mən filan kəsəm. Mənim bayırda neçə dənə ayə var Quran-ı Kərimdə. Çünki onlar Quranı istinad edirlər ona görə. Onlar qani etmək üçün, iqtina etmək üçün, dedi ki, bəs mənim barədə neçə dənə ayə var Quranda. Bəs əgər siz belə hərəkət etsəz Osmana qarşı, siz nəcət tapmayacaqsınız. Onlar nə dedilər? Necə ki, indi olan quyruqları deyir. Bu Yahudi də öldürün bunu. Osman'ı öldürün və s. və s. Lənəhumullah, heç baxmırlar sahabiyə. Osman radiyallahu anhə. Həmçinin göstərir ki, bunun şücaətliyi və həmçinin hikmətli olmağı, həmçinin uzağı görən olmağı Əli ibn Əbi Talibə nəsiyyəti. O vaxt ki, Əli ibn Əbi Talib Mədinəni tərk eləyir. Yəni, paytaxtı keçirir İraka, Mədinədən. Gəlir Əli ibn Əbi Talibin yanına, deyir ki, Peyğəmbər salasın minbərini tərk eləmə. Əgər tərk eləsən, sən onu heç vaxt daha görməyəcəksən bundan sonra. Gedmə oraya İraka. Şər torpağıdır. Və doğrudan həqiqətən elə olur. Ona görə Əli ibn Əbi Talib buyurur ki, radiyallahu anhu, Abdullah ibn Səlam salih kişilərdən birimizdən biridir. Radiyallahu anhu. Bax, İslam dini fərqi yoxdur. Yahudi və ya hansı bir millətin qəbul olmağı. Şəhadət gətirib və sahabələr belə aralarında belə söhbətlər yox idi. Əsas odur şəhadəti gətirib və sadiq olub şəhadətində. Bax, necə sələf-i salih idi, sahabi. Necə ibrətlər var onun həyatında. Hansı ki, qövmü ona qarşı idi, ola ki, o qorxmurdu, o baxmırdı qövmü nə deyəcək. Baxmayla dedilər, yalancı və s. Ola ki, sabit oldu. Allah subhanətələ onun cənnətlə müjdəlidir bu dünyada. Ona görə bizə əmr olunub Peyğəmbər və onun sahabələrin yolunla getmək. Və nəcat budur. Və Peyğəmbər salsın buyurur ki, ümmətim 73 yerə bölünəcək. Hamısı cəhənnəmə daxil olacaq, birindən başqa, biri cənnətə daxil olacaq. Dedilər, ya Rasulullah hansıdır? Dedi, kim mənim və mənim sahabələrim yolundadırsa və başqa rivayətdə kim cəmaatdırsa, yəni əhlüsünnə və cəmaat və yəni onlar da daxil olacaq cənnətə. Ona görə kim əgər salamat olmaq istəyir, ən ki salamat yol, Peyğəmbər salasən
və sahabələrin yoludur. Onların fəhmi, onların minhəcinə gedək. Ailəyə gedək, necə onlar başa düşüb, o cür başa düşək. Necə onlar ailəyə tətbiq edib, gələk biz o cür tətbiq edək. Onda nəzət tapacaq. Yoxsa kiminsə hissiyatlarına və s. hissiyat, gələk şəriyyətə öz hissiyatlarına tabi eləmə. Hissiyatın gələk tabi olmalıdır şəriyyətə. Hər kəsin hissiyatla olsa, onda hər şey konanıcı. Ona görə kim şəriyyətə öz hissiyatlarına tabi eləyib, öz maraqlarına, öz istəklərinə ancaq koruyub, şəriyyəti yox. Kim özün və kim ona tabi olub. Bu sələfin yoludur və bizə əmr olunub onların yoluna gedək. Və radiyallahu anhu özü də Mədinədə vəfat elədi Abdullah ibn Sələm hicrətin 43-cü ilində. Allah subhanət hala ümumən bütün müsəlmanlara rəhmət elə. Ya Rabbi, müsəlmanlara kömək ol. Ya Rabbi, bizi zəlzələlərlə və s. bəlalarla imtihana çəkmə. Bütün müsəlman ölkələri və xüsusə ölkəmizi və bütün müsəlman ölkəni xətadan, bəladan qoru. Və ya Rabbi, kim o xəstələr ki, müsəlmanlar ki, xəstədirlər, onlara şəfa ver. Və bizi fitnədən və fitnə əhlindən qoru, ya Rabbi. Aqulu həzə və əstəğfirullaha li və ləkum və lisəri muslimin min kullu zəm əstəğfiruhu, innehu huvəl-ğafurur-rəhim.